Herkese salam. Mən Səbinə Sultanova, tarix müəllimi. Bu günləri sizinlə qədim Şumer haqqında danışacağıq. Qədim Şumerlər iki çay arasında, Mesopotamiyada Dəclə Fərat çayları arasında yerləşmişdi. Burada yaşamışdılar. Bura eyni zamanda bu ərazi bərəkətli Aypara adlanmışdı. Eramızdan əvvəl 7-6-cı minilliklərdə Türk dilli Şumerlər Mərkəzi Asiya Altaydan gəlir və burada Dəclə Fərat çayları arasındakı torpaqlar ki, Mesopotamiyanın cənub hissəsində məskunlaşırlar. Bu ərazinin şimalında Akkadlar məskunlaşmışdılar. Onlar haqqında daha sonra danışacağıq. Və Şumerlərin məskunlaşdığı ərazi Şumer ölkəsi adlanmışdı. Şumerlər süni suvarma üçün arxlardan istifadə eləmişdilər. Çiy kərpicdən divarlar hörmüşlər, çünki Şumerlərin yerləşdiyi ərazi onlara təbii müdafiə vermirdi. Açıq bir ərazi idi və onlar müdafiə üçün divarlar hörməyə məcbur qalırdılar. Qonşu bölgə əhalisi ilə mübadilə aparıblar, ticarət əlaqələri olub. Eramızdan əvvəl 4-cü minillikdə Şumerlərdə şəhərlər yarandılar. Eramızdan əvvəl 3-cü minillikdə isə bu şəhərlər şəhər dövlətlərə çevrildilər. Təqribən 1000 il sonra. Və bu minillik prosesdə hansı şəhər dövlətləri yaranmışdı? Ur, Uruk, Kiş, Eredu, Lakaş, Umma, Nippur kimi şəhər dövlətləri mövcud olmuşdu. Bu şəhər dövlətlərinin başçısı, kahin en rütbəsi daşıyırdı. Məbəd, təsərrüfat, süni arxlar, hərbi iş baxırdı. Demək olar ki, teokratik idarəçilik mövcud idi. Sonradan burada hökmdar yaranır və hökmdar Ensi Lugal adlanan bir tituldaşmağa başlayır, bu cür adlanır. İrsi hakimiyyət də sonradan yaranır. İlk yazılı qanunlar da Şumerlərə aiddir. Belə ki, Tanrı tərəfindən onlara idarə etmək üçün səlahiyyət verildiyini göstərmək üçün belə bir qanunlar yaratmağa başladılar. Şumerlər bundan başqa zikkuratlar tikmişdilər. Zikkuratlar çiy kərpicdən tikilirdi, pilləkən formalı idi. 3, 5, 7 mərtəbəli olmuşdu. Onlardan ibadətgah və rəsədxana kimi işlərdə istifadə olunmuşdu. Eramızdan əvvəl 4-cü minillikdə Şumerli təkər ixtira etdilər. Təkərin ixtirası ilə əldə olan məhsulların daşınması asanlaşdı. Duluz çarxı ixtira olunur, tağ üsulu, sütunlar yaradılır Şumerlər tərəfindən, tunc alətlər ilk Şumerlər tərəfindən yaradılır. Daha sonra 60-lıq say sistemi Şumerlərə məxsusdur. 1 saat 60 dəqiqə olması Şumerlərə məxsusdur. Bir dairənin daxili 360 dərəcə olması ilk Şumerlər ixtira etmişdilər. Eramızdan əvvəl 3-cü minillikdə Şumerlərdə artıq mixi yazı nümunələrini biz müşahidə edirik. Dama oyunu Şumerlərə aiddir. Çox tanrılı olmuşdular. Gilgamış dastanı Şumerlərə aiddir. Eramızdan əvvəl 3-cü minilliyə aid gil lövhədə bürc qrafiki yaratmışdılar. Şumerlərdə necə bir sosial təbəqə olmuşdu? 4 sosial təbəqənin olduğu müşahidə edilir. Birinci təbəqədə hökmdar, torpaq sahibi, kahin, ikinci təbəqədə tacir, üçüncü təbəqədə əkinçilər, dördüncü təbəqədə isə qullar olmuşdular. Eyni zamanda Şumerlərdə qadın və kişi bərabərliyi mövcud olmuşdu. Belə ki, qadınlar sənətkar, tacir, məmur, kahin, əmlak sahibi ola bilərdilər. Təqribən eramızdan əvvəl 24-cü əsrdə Akkad hökmdarı Sarqon Şumer şəhər dövlətlərini işğal edir və beləliklə tarixdə bilinən ilk imperiya yaranır. Bu imperiyanı da sonradan Urmiya ətrafında məskunlaşmış Kutilər süqut etdirirlər. Qısa bir izah oldu. Ətraflı şəkildə Şumerləri əhatə etməyə çalışdım. Qeydlərinizi götürün, kitabınızı oxuyun və testlərinizi mütləq işləyin. Suallarınızı şərhlərdə qeyd edə bilərsiniz.